Ürək-damar xəstəlikləri müasir dövrdə ən çox xəstələnməyə və təəssüf ki, ölüm hadisələrinə səbəb olan xəstəliklərdir və tez-tez həm mən, həm digər kolleqalarım daha çox diqqətimizi son vaxtlarda ürək xəstəliklərinə yönəldirik, yəni infarktlara. Çünki infarktlar əlbəttə ki, ölümün ən çox rast gəlinən səbəbləridir. O cümlədən infarkt keçirən kişilər və ya qadınlar çox ciddi fəsadlaşma ilə də sonra üzləşə bilirlər. Amma ürək xəstəlikləri yanaşı, yəni ürəyin damar xəstəliyinə yanaşı, infarktlarla yanaşı digər xəstəliklər qrupu vardır ki, onlar da olduqca əhəmiyyətlidir və onların qarşısını almaq, onları vaxtında aşkarlamaq və müalicə etmək çox önəmlidir. Bunlara arteriyaların, periferik arteriyaların xəstəlikləri deyirlər. Periferik sözündən də, terminindən bəlli olduğu kimi bu ürəkdən daha kənarda yerləşən damarlardan söhbət gedir və periferik arteriyalar deyəndə biz həkimlər olaraq daha çox qarın daxilində, çanaqda və aşağı ətraflarda, yəni ayaqlarımızda yerləşən damarlardan bəhs edirik, xüsusilə də arteriyalardan. Və periferik arteriya xəstəliyi də son 10 illiklərdə çox tez-tez rast gəlinir. Bəzi hesablamalara görə il ərzində dünyada 200 milyondan artıq insanda periferik arteriya xəstəliyi var və onlar ciddi şəkildə müayinə və müalicəyə ehtiyac duyurlar. Qərb ölkələrində də bu xəstəliklər daha çox rast gəlinir. Bu da həyat tərzi ilə ilk növbədə bağlıdır. O cümlədən qidalanma, artıq çəki və ya piylənmə və digər risk faktorları ilə, o cümlədən siqaret çəkmə ilə, tütün məmulatlarından istifadə ilə, alkoqol qəbulu ilə və s. Buna baxmayaraq, Qərb ölkələri ilə yanaşı Azərbaycan və digər Şərq, Orta Şərq ölkələrində, Asiya ölkələrində də periferik arteriyaların xəstəliklərindən əziyyət çəkən insanların sayı olduqca çoxdur. Periferik arteriya xəstəliyi dedikdə nəyə görə bunun əhəmiyyəti olduqca önəmlidir? Çünki bu xəstəliklər vaxtında aşkarlanıb müalicə edilməzsə, həmin insanlar təəssüflə qeyd etmək lazımdır ki, ayaqlarını itirə bilirlər. Yəni onların ayaqlarına qan normal getmədiyi üçün ayaqlarında toxumalar qansız qalır, qidalanmasız qalır və bəzi hallarda təəssüf ki, həmin ayaqların amputasiyası tələb olunur. Periferik arteriya xəstəliyi vardır, yoxdurmu? Bunu necə bilmək olar? Çox əslində sadədir. İlk növbədə nəyə diqqət yetirməliyik? Əgər biz hərəkət edəndə, yeriyəndə, istəyir düz yol üzrə, istəyir pilləkanla bir neçə mərtəbə qalxdıqda, ayaqlarımızda, xüsusilə də bud və baldırlarda ağrılarımız varsa, bu mütləq qaydada ciddi müayinə tələb edir. Digər tərəfdən, əgər biz düz yolla yeriyiriksə, yola başlamaqda heç bir ağrılarımız yoxdursa, yorğunluğumuz ayaqlarımızda yoxdursa, lakin 1 kilometr, 2 kilometr, bəzi hallarda isə təəssüf ki, 500 metr belə gedəndən sonra sanki bir əzəllərimizdə yorğunluq və bəzi hallarda isə ağrı başlayırsa və bunun müqabilində, bunun nəticəsində biz oturub dincəliriksə və dincəldikdə o ağrılar yox olursa, bu böyük ehtimalla o deməkdir ki, ayaqları qidalandıran arteriyalarda, damarlarda ciddi problemlər var və mütləq müayinə edilməlidir həmin insanlar. Periferik arteriyanın xəstəliyi əgər diaqnoz vaxtında qoyularsa, onun müalicəsi və potensial fəsadların, ağırlaşmaların qarşısını almaq olduqca asandır. Əsas odur ki, vaxtında müraciət etməkdir. Düzdür, profilaktika, yəni önlənmə bu xəstəliyin qarşısının alınması daha asandır və daha vacibdir. Bunun üçün də nə edilməlidir? İlk növbədə siqaretdən uzaq durmaq. Çünki siqaret periferik arteriyaların xəstəliyini ən ciddi risk faktorlarındandır və onun pisləşməsinə gətirib çıxarır. Piylənmə, artıq çəki, tərkibində çoxlu şəkər, yağ olan qida məhsullarından uzaq durmaq. Çünki artıq çəki, piylənmə, qanda yüksək xolesterin və yağ turşularının, yəni triqlitseridlərin yüksək olması periferik arteriya xəstəliyinin inkişafına gətirir və bu xəstəliyin də pisləşməsinə səbəb olur, sürətləndirir onu. Üçüncü, spirt tərkibli, yəni alkoqollu içkilərdən uzaq durmaq olduqca önəmlidir. Və əlbəttə ki, idman etmək. İdman, fiziki aktivlik bu xəstəliklərin qarşısını almağa köməklik göstərir və əlbəttə ki, əgər o xəstəlik inkişaf edərsə, onun inkişafını ləngidir. Digər tərəfdən, əgər şəkərli diabet varsa, kimdəsə və yaxud ürəyin başqa bir xəstəliyindən əziyyət çəkirsə və anji olunubdur, stent qoyulubdur və yaxud əvvəllər infarkt keçiribdir. Digər tərəfdən hansısa bir şuntlama əməliyyatı keçiribdir, insult olubdur, istəyir yüngül insult, istəyir ağır
dərəcəli insult fərq etməz. Bu insanlar daha erkən və dərhal müayinə edilməlidirlər ki, onlarda bu periferik damarların, arteriyaların xəstəliyinin olub-olmaması müəyyənləşdirilsin və yaxud istisna edilsin. Tövsiyə odur ki, hansısa bir yanaşı xəstəlikləri olan insanlar, yəni şəkərli diabeti, ürək xəstəliyi, beyin damarlarının xəstəliyi varsa, bu insanlar mütləq və xüsusilə də onlar siqaret də çəkirlərsə, bu insanlar ən azı ildə bir dəfə müayinədən keçməlidirlər. Periferik arteriyaların xəstəliyinin müayinəsi onlarda mütləqdir. Amma risk faktorları olmayan, ümumən sağlam olan insanlarda tövsiyə olunur ki, 40 yaşdan sonra mütləq qaydada 1 ildən 3 ildən bir onlar öz ayaq damarlarını yoxlasınlar. Periferik arteriya xəstəliyinin qarşısının alınmasında digər çox önəmli məqam odur ki, biz xolesterinimizi vaxtında yoxlamalıyıq və xolesterin əgər yüksəkdirsə, onun müalicəsi həyat tərzinin dəyişməsi iləmi və yaxud üstəgəl hansısa bir dərman terapiyası ilə periferik arteriya xəstəliyinin də inkişafının qarşısını almaqda köməklik göstərir. Ona görə əgər siz yeriyəndə, pilləkanla qalxanda tez yorulursunuzsa, ayaqlarınızda baldır və yaxud budda ağrılarınız başlayırsa və dincələn kimi o ağrılar gedirsə və hətta 100 metr, 500 metr və yaxud 2 kilometr yeriyəndə belə bir ağrılar varsa, bu çox önəmlidir ki, həkiminizə müraciət edib ayaq damarlarınızın nə dərəcədə yaxşı ötürücülüyünün olub-olmadığını yoxlatdırasınız. Əslində müayinə çox asandır. Bir çox hallarda sadəcə qan təzyiqinin qolda və ayaqda ölçməklə, amma həkim tərəfindən, çünki bunu evdə müstəqil şəkildə etmək düzgün deyil, yanlışlıqlar olacaqdır. Həkim adi həkim qəbulunda qolda və ayaqda təzyiqi ölçməklə, onların arasındakı fərqi müəyyən etməklə sizdə periferik arteriya xəstəliyinin olub-olmadığının artıq ilkin nəticələrini əldə etmiş olur. Lazım gəldikdə ultrasəs, adi invaziv olmayan UZI müayinəsi ilə damarların keçiriciliyinin, mənfəzinin nə dərəcədə açıq olub-olmamasını həkim müəyyən edə bilər və bunun əsasında sizə müvafiq müalicə təyin edə bilər. Qeyd etmək lazımdır ki, periferik arteriya xəstəliyin diaqnostikası da çox asandır, onun profilaktikası çox asandır. Həyat tərzi ilə, pəhrizlə və idman vasitəsilə və əlbəttə ki, aşkarlanarsa onun vaxtında müalicəsinin başlanması sizin sağlamlığınızı qoruyur, ayaqlarınızı qoruyur, ayaqlarda yarana biləcək yaralardan qoruyur, ayaqların amputasiyasından belə sizi qorumuş olur və vaxtında aşkarlanıb müalicəsi olunan hallarda 50%-dən çox halda biz insanların sağlamlığını təmin edə bilir və onları amputasiyadan qoruya bilirik.